Əsl dost o dostdur ki, sənin günahlarına göz yummur. Əsl dost budur. Əsl dost odur ki, özü cəhənnəmdən qorxan kimi, cəhənnəmdən uzaq qalmaq istədiyi kimi, dostlarının da eləcə də cəhənnəmdən uzaq olmasını istəyir. Əsl dost o dostdur ki, sənin heç bir eybinə göz yummur, bacardığı şəkildə ondan səni çıxartmağa çalışır. Həqiqi dost özünə istədiyini başqa müsəlmanlara da istəyir. Baxın qardaşlar, xeyirli dost necədir? Səhih hədisdə gəlmişdir, sahabələrdən biri bir gün sıxılır. Sahabələr, qardaşlar, bizlər kimi deyil idilər. Sahabələr bir xeyri itirdiyi zaman çox peşmançılıq keçirərlərdi. Sahabələr qəlblərində olan hər hansı bir narahatçılığın həlli üçün çalışarlardı. Və aralarında olan ən xeyirli məstərdən, ən xeyirli səmərə verən şəxslərdən istifadə etməyə çalışarlardı. Bir gün Hanzala radiyallahu anhu deyir ki, Abu Bakırla qarşılaşdım. Yolda gedirdim, Abu Bakırla qarşılaşdım. Abu Bakır mənə dedi ki, ey Hanzala, necəsən? Halın keyfin necədir? Dostların siması da budur ki, onlar daima bir-birlərinin hal keyfləri ilə maraqlananlar, durumları ilə maraqlananlar. Dostluğun əsas təməllərindən biri də budur. Hər tərəfli gərək dost-dostdan xəbərdar olsun. Əgər dostluğun bugün pulu yoxdursa, sənin imkanın varsa kömək elə ginin. Darda qoyma ginin. Əgər dostun bugün xəstədirsə, imkan varsa baş çək ginin. Yanında ol ginin. Əgər dostun bugün günah eləyibsə, onu tövbəyə vadar eləyinin, tövbəyə çək ginin. Dostluq budur, hər tərəfli mənfəətdir. Abu Bakır soruşur, necəsən ey Hanzala? Hanzala deyir ki, dedim ki, Subhanallah ey Abu Bakır, bilirsən başımda nə müsibət var? Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında olanda cənnəti xatırlayıram. Cənnəti xatırlayıram, cəhənnəmi xatırlayıram. Hətta o səviyyədə ki, sanki gözümlə görürəm deyir. Deyir, mən Peyğəmbər sallallahu aleyhi ve sellemin yanından uzaqlaşanda, evə gedəndə, ailəmə qarışanda, arvad uşağın içinə girəndə bunların hamısını unuduram. Deyir, mən elə hiss eləyirəm ki, qəlbimdə nifaq var. Elə bilirəm ki, mən münafiqam. Nəyə görə deyir, halım dəyişir? Abu Bakır radiyallahu anh deyir ki, ey Hanzala, səndə olan mənim başımda da var. Bəlkə bərabər gedək Peyğəmbərdən bunu soruşaq. Baxın, möhtərəm qardaşlar, xeyirli dostluq bunun üzərində qurulub. Onlar dərdləşirlər, bir-birlərinin hal keyflərini öyrəndikdən sonrasına bir-birlərinin ürəyindən keçənləri anlatırlar və dərdlərinə dərmanı bərabər şəklində axtarırlar. Amma Abu Bakır radiyallahu anh'unun da bu şeyi axtarmasına səbəb olur Hanzala və hər ikisi xeyir arxasındadırlar. Və gedirlər, Muhammed sallallahu aleyhi ve sellemə dərdlərini anlatırlar. Muhammed sallallahu aleyhi ve sellem onlara deyir ki, bu sizin qəlbinizdə nifaqın və yaxud imanın azlığının əlaməti deyil. Sadəcə siz xatırlandığınız zaman, cənnətin adı çəkildiyi zaman, cəhənnəmin adı çəkildiyi zaman siz bunları daima xatırlayırsınız və nəticə də belə olur. Amma ailəyə getdiyiniz zaman xatırlanmırsınız və unudursunuz. Məsələ bundan ibarətdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.